mənim fəaliyyətim hökuməti əsəbləşdirir. Onun, belə deyək də, yaratmaq istədiyi buradakı düzəni mənim fəaliyyətim pozur, ona uyğun gəlmir. O konfigurasiyadır, nə bilim, ətrafımızda bir cızıqdır, hər nədirsə, onu mənim fəaliyyətim pozur və hökuməti əsəbləşdirir, acıqlandırır. Mən görürəm ki, onların əsəbləri dözmür. Amma o bir tərəfdən onu da hesablayırlar ki, prinsip etibarilə həbsin də axı problemi tam həll etməyəcək. Qətiyyən həll etməyəcək. Onun da tamam başqa baş ağrıları olacaq. Və ona görə də onlar mütəmadi olaraq, necə deyərlər, analiz edirlər, tərəzidə çəkirlər. Nisbi azadlıqda olan, faktiki ev dustaqlığı şəraitində olan Əli Kərimlinin yarım azadlıqdakı fəaliyyəti Azərbaycan hakimiyyətinə daha çox zərər vurur, yoxsa onun həbs olunması Azərbaycan hakimiyyətinə daha çox zərər vurur. Bax, bunu hesablayırlar, qərarı da ona görə verirlər. Yəni, prinsip etibarilə burada mənə münasibət aydındır. Əgər mənim özüm ən ağır işgəncələri görmüşəmsə, ətrafım kütləvi qaydada həbs olunursa, mənə münasibət aydındır və bütün o məhrumiyyətləri sadalamaq istəmirəm. Sadəcə hökumət öz maraqlarına görə hesablayacaq ki, nə zaman bu qərarı versin, yoxsa versinmi ümumiyyətlə? Çünki dediyim kimi, bu qərar da problemin həlli deyil. Bəli, mən sizin yaratdığınız bu imkandan istifadə edib ona da münasibət bildirirəm. Əli Kərimlinin ehtimal olunan həbsi qətiyyən Azərbaycan müxalifətini heç xalq cəbhəsində bitirməyəcək. Bizim mübarizəmiz həbsxanadan davam edəcək. Bizim səsimiz yenə də bütün dünyaya çatacaq. Yəni, bugün biz nə iş görürüksə, həmin işləri biz yenə də görəcəyik. Yenə də Azərbaycan xalq cəbhəsinin mənsubları, hətta indikindən də yəqin ki, 2 dəfə, 1,5 dəfə bəlkə azı, daha böyük əzmlə mübarizə aparacaqlar. Nə deməyəm? Əli Kərimlini həbs eləyəcəklər və cəbhəçilər də dağılışıb gedəcək? Olmayacaq. Əli Kərimlini həbs eləyəcəklər və bütün dünya da unudacaq artıq onu, maraqlanmayacaq, olmayacaq belə şeylər. Və ictimai rəyə təsir imkanlarımız da bizim azalmayacaq.